Allahın bu qədər bizə verdiyi nemətlər qarşılığında bizlər Allaha asi oluruq. Allah bizi zülmətdən nura çıxardıb, bizə haqqı haqq olaraq göstərib və bizə batılı batıl olaraq göstərib və bizi batıldan uzaq edib və haqqa müvəffəq edib. Bundan sonra biz necə Rəbbimizə naşükürlük edə bilərik? Həqiqətən, nemətdən sonra asilik etmək, nemətdən qabaq asilikdən daha şiddətlidir və daha pisdir və daha böyük günahdır. Allah sənə yaxşılıq eləyir, sən isə asilik edirsən. Allah sənə xeyir verir, sən isə Allahdan uzaqlaşırsan, Allahdan qaçırsan, Allahdan üç çevirirsən. Allahın bu qədər mənə verdiyi nemətlərdən sonra mən Allaha itaatsizlik edirəm, onun əmrlərini yerinə yetirmirəm, qadağalarından çəkinmirəm və axirətim üçün azuqə toplamıram.